O cümleden mebel istehsalı. Ancak bizim devlet idarelerinde yerli mebelden istifade edirlər mi? Yox. Hər bir kiçik məmur istəyir ki, xarici mebel olsun onun kabinetində. Nə üçün? Bu nə ədəbazlıqdır. Bizdə gözəl mebel istehsal olunur. Təkcə bu Embavut şirkəti deyil, bəlkə də onlarla, yüzlərlə mebel şirkəti bizdə var. İstehsal eləyirlər. Amma digər bizim dövlət məmurlarımız yüksək vəzifəli, kiçik vəzifəli onu bəyənmirlər. Öyle onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir, yox, bu Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm. Mən gərək İtaliya mebel olsun, Rumıniya mebel olsun. Son qoyulmalıdır buna. Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır.